Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün sizinle şeffaf şokolad çantasının hazırlanma videosunu bölüşeceğim. Hazırlanması əslində çox sadədir. Şeffaf çantalar iki materialda hazırlanır. Birincisi sadə plastikdir və biraz belə deyək kliyonka material. İkincisi isə bu formada aristeklodur. Yəni bildiyimiz şəffaf səbət korpusundandır. Ölçüləri də sizə göstərirəm. Şokolad bükmək üçün və şokoladı almaq üçün çox vaxt məndən izləyicilərim soruşur və tələbələr də bəzən bu sual verir ki, öncədən necə bilərik? Öncədən bilmək çətindir. Ölçünü bilməlisiniz bunun üçün və hər bir şokoladın ölçüsünü bilməlisiniz. Əgər alacağınız şokoladın ölçüsünü bilmirsinizsə, daha yaxşı olar gedib marketdən bir neçəsini alıb ölçüb daha sonra səbətin içinə nə qədər yığa biləcəksiniz onu biləsiniz. Və səbətin içinə yığanda hər tərəfdən 1,5 və yaxud 2 sm boşluğu nəzərə alın. Adi penoplast üzərinə də yığa bilərsiniz. Məndə belə setkalı penoplast vardı, yəni hazır əlimdə olduğu üçün onun üzərini büküb şokoladları onun üzərinə yapışdıracağım. Dizayn çox vaxt zövqdən asılıdır, həmçinin rəng seçimi də istədiyiniz formada düzə bilərsiniz. Adətən aşağı hissədən bu uzun yarım aypara şokoladlar yığılır. Daha sonra üst hissəsinə digər modellər. Şokoladları həm silikon kleydən istifadə edib yapışdıra bilərsiniz, həm 200'lü skoçdan yapışdırmaq olar. Yapışdırmadan öncə hər zaman şokoladları düzüb bu formada dəqiqləşdirirəm və biraz da üst hissədə bu formada çıxıntı saxladım ki, mən üstdən də şokolad qoyacağım. Amma istəsəz bu hissəyə şokolad yerləşdirməyə bilərsiniz. Birbaşa gül budağını əlavə edib yapışdırmaq olar. İki qaydada şokolad yapışdırmaq olar. Mən çəhrayı deyil, qızılı şokoladları yapışdıracağım. Sizə ideya olsun, bu formada istifadə edə bilərsiniz. Fərqi yoxdur. Şokoladımız tam hazır olandan sonra çantanın üzərinə lazer kəsim, hazır yazılar var. Özünüz də istədiyiniz yazını çap sexlərində çıxarda bilərsiniz. Bu çantalarda dəbdə olan model orxideya budağı və yaxud da digər gül budaqlarıdır. Mən fərqli model sınadım. Buna görə də budaq hazırlamaq üçün gülləri ayrı-ayrı kəsib bir-birinə çələng kimi hörəcəm və bu formada salxım budaq əldə edəcəm. Çalışdım ki, bir videoda müxtəlif variantları sizə göstərim ki, işiniz rahat olsun. İstənilən formada dizaynı hazırlayıb özünüz də yığa biləsiniz. Standartdan istifadə etməməyə çalışdım. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.